Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana Katolik kilsəsində olub. Roma papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. Dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketi qarşıladı. Azərbaycan prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar. Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Feketi ilə söhbət etdilər. Roma papası Fransisk ilə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü, insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi. Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisk ilə görüşlərini məmnunluqla xatırladı. Vladimir Feketi dövlətimizin başçısını və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma papasının Katolik kilsəsinin lideri kimi bir nümunə olduğunu dedi.